Rusiya istehsalı növbəti qapı. Təmiz çuqun. O da davamlı şüşə ilə. Rəsmi sertifikatlı. Deməli, bu əsasən Rus peçi deyirlər. Kamin manqal ustaları yaxşı bilir. Rus peçin tikintisi zamanı qapı kimi istifadə olunur. O da davamlı kraska ilə kraskalanıb. Bu model ən çox satılan qapılardan biridir. Xüsusi özelliği odur ki, altında özünün havalandırması da var. Belə bir ruçkası var. Ölçüləri ümumi qabariti 34-ün 37-yədir. İçdən içə ölçüsü də 29-un 32-yədir. Yəni içdən içə 29-un 32-yə. Şüşə aqnipornudur, Alman istehsalı. Xüsusi izolyasiya şnur, o da davamlı. Yəni tüstü buraxmaq söhbəti ola bilməz. Bütün məhsullarımız Rusiyadan birbaşa gətirilmişik. Yerli sexlərin malları ilə bir tutmayın zəhmət olmasa. Yerli istehsal olan dəmirdən tökülən qapılarla bir tutmayın. Çünki bu çuqun, təmiz çuqundan istehsal olunub.